Bugün beynəlxalq çay günüdür. Satışda isə müxtəlif çeşiddə çaylar var. Həm yerli istehsal, həm də xaricdən ixal olunan məhsullar. Bəs maraqlıdır ki, müştərilər hansılarına üstünlük verir? Yerli bir qamut. Çox ləzzətlidir, çox dadlıdır. Mən onu çeki ilə alıram. Yerli istehsal olan çayı alıram. Çox sevirəm Azərbaycan çayı. İndi deyəsən zəfərandır o, hə? Zahvaran. Çox sevirəm zahvaran. Bəs bugün çay alacaqsınız? Alaram. Bəli, hətta xaricdən gələn qonaqlarda çəki ilə təklif olunan yerli çaylarımızı almaq üçün üst tuturlar paytaxt bazarlarına. Hər mövsümdə istehlak etdiyimiz çaylar isə satışa xüsusilə cənub bölgəsindən gətirilir. Lənkəran çayın kilosu neçədir? Lənkəran çayının birinci, ikinci, üçüncü sortu var. Birinci sort 80 manat, 70 manat, 1000 manat da var. Çaya fərq edib. Bizdə satışda olan qəşəng çaylardır, özümüz çayılımızdır. Kilosu o 40 manatdan düzmüş 80 manat. Satışda çaylarımız cürbəcürdür. Kilo ilə var, şlanka çay var. Sonra bitkilər var belə. Yəni həm idxaldır, həm də yerli məhsul var. Bəli. Xaricdən gələndə də var. Öz məhsulumuz da var. Qiymətlər deyə bilərsiniz. 20-25-50 manat arasında. Çay sudan sonra dünyada ən çox istifadə edilən içkidir. Yaşıl və qara olmaqla müxtəlif çiçəklərdən, bitkilərdən və otlardan hazırlanan çayların faydaları da çoxdur. Düzgün hazırlanma qaydası və istehlak miqdarına isə diqqətlə yanaşmaq lazımdır. Yaşıl çay 80 dərəcədən yüksək istilikdə, qara çay isə 90 dərəcədən yüksək istilikdə dəmləməməlidir və 65 dərəcədən yüksək istilikdə qəbul edilməməlidir. Günlük 4-5 stəkan çay qəbul etmək olar. Mən yaşıl çayı daha çox tövsiyə edərdim tərkibindəki antioksidantlara görə. Amma yəni çay içirəm deyə su içməyim kimi etməməliyik. Bol miqdarda da suyumuzu gün ərzində qəbul etməliyik. Çünki tərkibində də çayın bilirik ki, kafein miqdarı yüksək olur, özəlliklə də yaşıl çayın. Ruhumuza şəfa olan bu əfsanəvi içki həyatımızın ayrılmaz parçasıdır. Ona dad qatması üçün əlavə etdiyimiz ədviyyatları da qədərində seçmək tövsiyə olunur. Nigar Babayeva, Zaur Haşimov, Telesər.